Maraqlıdır ki, ən həqiqi dərsliklərdə, səmavi kitablarda tarix, insanın yaradılışı və ölümü, bu iki məqam arasında sürən vaxtın keçirilməsi göstərilir. Orada ayrı-ayrı qövmlər, xalqlar haqda danışılsa da, onların tarixi çox qısa əks olunur. Və bu tarixin mahiyyəti həmin qövm və onların yaradana münasibətidir. Bəli, insanın taleyi tarixi məhz onun Allaha münasibətindən yaranır. O ya inanır, ya da inanmır. Başqa sözlə, bəşər tarixi əslində inananlarla inanmayanların münasibətləri tarixidir. Böyük hərflə yazdığımız kitablarda tarixi hadisələrin rəqəmlə göstərilməsi yoxdur. Yalnız hadisələr var. Və düşünürəm, bu o demək deyilmi ki, rəqəmin təvəllüdün əhəmiyyəti yalnız əməlin miqyası ilə ölçülür. Həm də bu miqyas tərəzinin hər iki gözünə yerləşə bilər. Və biz çox məlumatlı nəsil bilirikmi ki, bizim rəqəmlərlə, daha doğrusu, bu rəqəmləri ifadə edən əyri-düz xətt simvolları ilə Allahın dediyi ölçülər özümüzə təsəlli verəcək qədər oxşar, bizi peşiman edəcək qədər fərqlidir. Azərbaycanın əməkdar artisti, telejurnalist, rejissor Rafiq Məhəmmədoğlu Həşimov. Ahəngin yeni buraxılışında xoş gördük sizi. Əhvalınız necədir? Çox sağ olun dəvətinizə görə. Xoş görmüşük. Şükür, hər şey yaxşıdır. Bugünkü Rafiq Həşimov 1990-cı ildə ilk dəfə efirə çıxan gənc Rafiqə nə deyərdi? Həmin günə geri dönsəydiniz, şansınız olsaydı, hansı sözü pıçıldayardınız qulağınıza? Maraqlı sualdır. Efirə çıxdığım ilk gün iyulun sonu idi. Hadisə vardı. 5 dəqiqəlik deməli şifahi xəbərlərlə çıxdım. Xatırlayıram. Hətta ikinci efirimi yazmışdım. Çünki mən video yazı sexində çalışırdım. O vaxt bestseller deyirdilər. Bestseller lentinə yazmışdım onu mən. İkinci efirim amma. Amma birinci efirimin üçün deyərdim ki, çox pis oxudun xəbərləri. Müəllim, bəzən insan sənəti seçmir. Sənət özü onu çağırır. Televiziya sizi çağırdı, yoxsa siz ona yönəldiniz? Mənə elə gəlir, bu bir talih işidir. Yəni, mən rabitə texnikumu bitirmişdim və gəldim televiziyada texnik kimi işə başladım. Sonra video yazı, operatoru, montajçı və gördüyüm işlərin hamısına məsuliyyətlə yanaşırdım. Onu deyə bilərəm, yaxşı montajçı idim, yaxşı video operatoru idim. Hər halda belə deyirdilər. Özüm haqqımda deməyim bir qədər yaxşı deyil. 90-cı ildən uzun məsələdir. Yəni, diktor müsabiqəsi keçdi, başladı işləməyə. Bircə onu qeyd edə bilərəm ki, çox çətin dövr idi. Mən hər dəfə indi də auditoriyada uşaqlara deyirəm ki, siz çox xoşbəxt nəsilsiz. Tamam başqa bir dövrdə. Son 5 il isə çox şərəfli, olduqca şərəfli bir dövrdə yaşayırsınız. Çünki müzəffər, qalib xalqın artıq evladları kimi yaşayırsınız. Çox çətin dövrlər yaşadıq. Şükür ki, necə deyirlər, o ağrı acı hamısı xalqımızın taleyindən silinib getdi. Allahdan ölkəmizə, dövlətimizə, xalqımıza xoş günlər arzulayıram. Torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfə o torpaqlara ayaq basanda nə hisslər keçirdiniz? Yəqin ki, hamımızın keçirdiyimiz hissləri, həm də biz o sahədə işləmişik ki, 30 il ərzində mən dəfələrlə efirdə oralarla bağlı materiallar oxumuşam. Sonra 2 Qaçqın Uşaq filmi var. Onların ikisi də mənim ssenarimdən çəkilib. Yəni, o ağrı acıları dərindən yaşamış biz nəsilik. Əlbəttə, vuruşanlar qədər deyil. Orada vuruşub qazi olan 1-ci Qarabağ müharibəsində qazi olanlar qədər deyil. Amma eyni zamanda öz sahəmizin adamları kimi bu hadisəyə, bu tariximizə öz münasibətimizi göstərməyə çalışmışıq peşəkar şəkildə və şükür ki, o filmlər qalıb. Amma əlbəttə ki, o hisslər qürur hissidir, o hisslər insanların nələrdən keçdiyini
anlamaq, dərk eləmək hissidir. Tam duymaq yox, çünki məşhur bir söz var, deyir, qolsuzun dərdini ancaq qolsuz bilər. Biz oradan qaçqın düşmüş, köçkün düşmüş insanlar qədər o hadisələri burada yaşayanlar yaşamadıq. Amma eyni zamanda ora qayıdarkən ilk dəfə qürur, şükür hissi ki, nə yaxşı ki, torpaqlarımız, deməli, igid oğullarımızın əməyi, canı, qanı bahasına azad olundu. Allah daim eləsin. Çox maraqlı, deməli, hadisələrlə, şeirə çevrilmiş hadisələrlə sonra yadda qaldı o illər. Onu da deyim ki, biz radioda, televiziyada, əskərlərimiz orada vuruşduqca biz də burada öz işimizi görüb müəyyən layihələrlə çıxış eləyirdik. Əskərlərimizə ruh verməyə çalışırdıq. Həyat belə gətirdi ki, onların bir çoxu əlbəttə efirə bugünə qədər gedir. Amma eyni zamanda müharibədən sonra maraqlı şeirlər, hətta müharibə zamanında da maraqlı şeirlər yarandı. Bizim qazi şairlərimiz var ki, çox gözəl şeirlərlə o müharibəni təsvir eləyiblər və təkcə qazi şairlərimiz deyil, digər istedadlı adamlarımız da. Məsələn, Ramil Əhməd adında bizim istedadlı bir şairimiz var. Onun kiçik bir şeirini mən də istəyərdim tamaşaçıların diqqətinə çatdırım. Müharibədən sonra belə adlanır. Balaca qızcığaz gizlənqaç oynayırdı ki, gözlərini açanda atasını tapsın. Süreyya deyirdi, boyu uzun Buray xanım, saçı uzun Suray xanım, 3 gecə yatandan sonra atan gələcək. O 3 gün gəlib çıxmadı. Qızcığaz saymağı bacarmırdı çünki. Qeyd elədiyim kimi, qazi şairlərimiz bir çox şeirlər yazdılar bu müddətdə. Məsələn, Həsən Kür adında istedadlı şairimiz var, qazi şairimiz. Onun gedib qayıtmayanlara İthaf adlı bir şeiri var. Qızım, sənin adın nə? Mənim adım Qərənfil. Gözünə qurban olum, darıxırsan elə bil. Atamı gözləyirəm. Atan hardadır məyər? Müharibəyə gedib, o döyüşür gecələr. Nə vaxt gedibdi atan? Gecikdiyi çoxdurmu? Çoxdur əmican, çoxdur. Ananın da atandan bir xəbəri yoxdurmu? Anam indi işdədir. Qızım harda işləyir? Anam çox mehribandır. Yarpaqları çox sevir. Səhərdən axşamacan onları təmizləyir. Yaxşı, mehriban anan atandan bir söz demir. Demir əmican, demir. Daha yollara baxmır. Daha onu gözləmir. Mən dünən çox ağladım. Gecə yatmazdan öncə anamın nə etdiyin izləyirdim gizlicə. Atamın divardakı şəklini qucaqlayıb belə deyirdi. Əmi, mən necə böyüdəcəm atasız bu yetimi. Və yaxud başqa bir kiçik, yenə də Həsən Kürün bir şeirini diqqətinizə çatdırmaq istərdim. Görüşəndə sevgilisinin əlində gözü axtarardı ona veriləcək gülləri. İndi kitabları arasında qurutduğu gül ləçəklərində axtarır sevgilisinin cəbhədə itirdiyi əlləri. Çox sağ olun Rafiq müəllim. Ahəngə rəng qatdığınıza görə sizə minnətdarıq. Mən də sizə təşəkkür eləyirəm proqramınıza və şəxsən sizə aparıcı kimi təşəkkür eləyirəm. Maraqlı bir layihə eləyirsiniz. Sağ olun, diqqət göstərmisiniz və tamaşaçılarımıza da təşəkkür eləyirəm.